parçalanmış, yerə düşmüş, üstündən tapdalayıb keçiblər. Amma qalıb da orada, qalıb. Bir şeylər, bir qığılcım var. Ona bir də nə lazımdır, hacı? O qığılcıma nə lazımdır? Alovlandırmaq lazımdır da. Nurana xanım, bir şey deyim, maarifləndirmə verilişidir. Lalə xanımın timsalında Azərbaycanın subay xanımlarına səslənirəm. Lap evlilərinə də səslənirəm, gənc ailələrə. Heç bir Azərbaycanlı xanım öz həyat yoldaşının qarşısında ya anan, ya mən seçimini qoymaq ixtiyarında deyil və qoymamalıdır da. Çünki bugün əgər sən öz həyat yoldaşına öz ananla özün qarşısında seçim qoyursansa, o anasın yox səni seçirsə, hər dəqiqən təhlükədərdir. Əgər anasını buraxıb səni tutubsa, səni ondan daha tez ayaqlar altına atacaq. Bunu unutmayın. Və unutmayın ki, sizi də bir ana dünyaya gətirib. Maraqlı nədir? Çünki qarşı tərəfdən sizi yalnız seçməsini istədiyiniz bir kişi görmək istəyəndə, amma qardaşınıza gələndə nədənsə başqa cür yanaşırsınız. Ananıza gələndə başqa cür. Bu seçimi qoymayın. Bir də Azərbaycanlı ailə nə qədər modernləşsə də, nə qədər müasirləşsə də dini, milli dəyərlərimiz var. Bizim güclü ailə institutumuz var. Bilin, istənilən halda siz müəyyən kompromislərə getməsəz, o qığılcım alova dönməz. Kompromislər olmalıdır. O sizin o dini, milli adət ənənəmizdə, o ailə dediyimizdə kimlər var? Arvad, uşaqlar. Uşaqlar. Ayrı adam var orada. Var. Kim var orada? O ailə dediyiniz nə? Ana. Deməli o ailədə, baxın Nurana xanım. Yox, ailə modeli. Kim var orada? Baxın da, qoy mən sizə deyim də. Başda olmaqla. Yox, xala qızı, xala oğlunu yox, xala oğlunu kim danışdı ki? Arvad, uşaqlar. Vəssalam da. Yox, vəssalam deyil. Niyə vəssalam deyil ki? Baxın, qoy sizə deyim niyə vəssalam deyil. Xanım deyir ki, mənim ərimin evə gətirdiyi qazancı anasının icazəsi olmayandan bir yerə xərcləyə bilmir, düzdür? Bugün belə öyrəşib, düz. Siz onunla ya razılaşın, barışın, ya da buna deməyin ki, sən anana daha heç bir məlumat vermə. Məsələyə qaydacıq. Vəli Laləkin, əziz tamaşaçılarımız, kompromis bunu deyirəm. Türkiyədən oğluna bugünə qədər də sahib